Choose the correct variant, düzgün variantı seçin. Biz burada düzgün kəmiyyət göstəriciləri təyin etməliyik və bunun üçün nöqtələrdən sonraki isimlərə diqqət edəcəyik. Mother bought vegetables she wanted to make delicious salads for the guests. Nöqtələrdən sonra vegetables cəm isimimiz istifadə olunub. Eləcə də ikinci nöqtələrdən sonra delicious salads, yəni dadlı salatlar deyə ifadəmizdə isimimiz cəmdə verilmişdir. A variantında maçdan sonra sayıla bilməyən isim istifadə olunduğuna görə yanlış qəbul olunur. B variantında yenə ikinci tərəfdə maçdan sonra sayıla bilməyən isim tələb olunduğu üçün yanlışdır. Eyni qayda ilə C variantında maç və a little-dan sonra sayıla bilməyən isimlər tələb olunur. Daha sonra Y variantında elotdan sonra ümumiyyətlə isim yaza bilmirik, çünki elot çox mənasını verən zərfdir və feilləri təyin edir, isimlə istifadə oluna bilmir. Doğru cavabımız D variantı götürülür. A lot of və several. A lot of-dan sonra sayılan isim cəmdə tələb olunur və several-dan sonra da ümumiyyətlə sayılan cəm isimləri istifadə etmiş oluruq. Anam çoxlu tərəvəzlər aldı, o qonaqlar üçün bir neçə dadlı salatlar hazırlamaq istədi. Doğru cavab D variantı götürülür.